Bu layihənin qurmağında əsas səbəb nə idi? Yəni necə cəsarətləndin bu layihəni qurmaq üçün tək başına? Bu layihənin arxasındakı səbəb odur ki, mən ümumiyyətlə gəncləri görürəm, həqiqətən kimdən soruşsan ən adi, ən bəsit sualı belə soruşsan ki, Səfəvilər dövrü neçənci ildə yaranıb? Şah İsmayıl Xətai kimdir? Şah İsmayıl Xətaini şair bilənlər var. İndi sən yəni nə bilim ki, şeyləri olub, qəzəlləri olub, heç xalq şairi idi, nə bilim bəstəkar idi. İsmayıl Xətai çox böyük bir şəxsiyyət idi. Həqiqətən təkcə sərkərdə deyil və yaxud şair deyil ki, bu da növbəti mövzulardan biridir. Bunu insanlara doğru şəkildə çatdırmaq, insanlara şahın əsl kimliyini göstərmək və onların ruhuna, əsl qızılbaş ruhunu aşılamaqdır.